Qardaşlar, yaxşımısınızlar? Bugün mən sizlərə börekni tozlaydigan yeməkliklər haqqında sözləb berəm. Əgər börekdən çataq çıxsa, süydüb çıxırışmı təski toxtaydı. Yana qapaqlarımız və putlarımızı işib ketadigan aqibət kelib çıxır. Şuna ən yaxşı börekə ziyarlıq yeməklikni yemək tamaqdan tərhis qılğan yaxşı. Birinci, qızılmuç. Qızılmuçның asaslık tərkibi bolsa, kapsa, estin bulup, bədəndəki əxlətlərini parçalaydı. Şuna qızılmuç bolsa, börekni sağlam qıladigan yeməklik. İkinci, tuxum aqsili. Tuxum aqsili bolsa, bədəndə aqsil və fosfor kəmçil bolğanda toluqlaydı. Biroq aqsil toluqlığını bilən fosfor maddəsi bəklə tövən. Üçüncü, şilanxua. Asaslık tərkibi vitamin, mineral madda, xlorofil, karotin qatarlıq mol uzuqluq maddaları var. Şilanxua tərkibində yana idol, rodanit qatarlıq tərkiblərmi intayin mol. Bularning hammasi bədəndəki zəhərini tozlaydı. Börekning yükünü yengillatadi. Şilanxuani oddiy yeyish usuli bo'lsa, pishirgandan keyin ozroq tuz chechib yeyish. 4. Kallak basay. Kallak basay tarkibida mol bo'lgan vitamin C, vitamin E, karotin qatarlıq moddalar var. Vitamin miqdori chayzininkidan 3 hassa yuqori. Kallak basaydagi bu xil mol uzuqluq moddalar badandagi erkin radikalni yo'qotadi. Buni eng yaxshisi sovuq say qilib yeganda uzuqluq qiymati yuqori bo'ladi. 5. Beliq go'shi. Beliq go'shining asosliq yalluqlarga qarshi turish nisbati yuqori bo'lib, börekni asrash iqtidoriga ega. Beliq go'shi yana a'lo sifatli oqsilning kelish manbasi. 6. Meva sharbati. Meva sharbati, ko'ktosh sharbati hammasi badandagi zaharni tozalash iqtidoriga ega. Meva sharbati tarkibida yana mol bo'lgan o'simlik, xamiylik tarkiblar bor bo'lib, bu börek zaiflashishining oldini oladi.